Restoranlarda bişən pomidor şorbasından daha ləzzətlisini evdə necə hazırlayaramsa sizlərlə bölüşmək istədim. Səbzlərimi öncə airfryerdə yaxşı közləyirəm. Daha sonra qazançama 1 yemək qaşığı kərə yağı, 1 yemək qaşığı unu yaxşıca qovurub, üzərinə tomatını da əlavə edib biraz daha qovururam. Daha sonra duzunu, istiotunu, qabığını soyduğum közlənmiş pomidor, biber, soğan və sarımsağı da əlavə edib, suyunu da töküb bişməyə qoyuram. Bişdikdən sonra içərisinə 1 stəkan südümü də əlavə edib blenderla yaxşı qarışdırıram. Daha sonra yanına çox ləzzətli suxarilər hazırlayırıq. Suxarinin sosunda zeytun yağı, duz, istiot, biraz da paprika əlavə edib, çörəkləri içində qarışdırıb airfryerdə suxarı edirəm. Əgər airfryeriniz yoxdursa, bunu fırında çox asanlıqla edə bilərsiniz. Budur, şorbamı servis edirəm. Çox ləzzətli olur axı. Mütləq siz də sınayın. İndidən hər kəsə nuş olsun.